Mən indi nə olsun hər dəfə mən tərifləyir, nə bilim bəzi vaxtı mən bir axmaq göstərəcəm sizə, axmaq. Yəqin ki ona baxacaqsınız. Deyəcəksiniz bunun baxış sayda var da biraz. Baxış sayda var. Baxış sayda var deyəcəksiniz, eləmi bunun? Kimdən gedir söhbət? Vüsaldan gedir. Ala baxaq Vüsala. Baxaq Vüsala. Çox mühüm məsələdir. Gör nətər osturağa basır bu gədə. Bu gədə nətər osturağa basır. Məsələn nədir? Hamımız bilirik ki, bu sionistlər necə İslam düşmənləridir, bu öz yerində. Və müsəlmanlar Azərbaycanda və sair ölkələrdə bunlarla mübarizə apara bilmirlər. Və özümdə görürəm ki, bu barədə mənə şikayət edirlər. Kimsə, bəs gücümüz yoxdur, bəs bunlarla mübarizə apara bilmirik, hər şey bunlarda var. Yəni, həm bəhanə, həm də bəzi məsələlərdə reallıq. Sizə bir indi istiqamət verəcəm Allahın izniyle. Yəni, sizin boynunuzda burada bir haqq olur. Haqq çağır boynunuzda. Sionistlərlə mübarizə apara bilmirsiniz. Onlara heç eləyə bilmirsiniz. Çarəsizsiniz. Sizdən yalnız və yalnız bir dənə istəyim olacaq, bircə istəyim. Qalan işdir. İstəyim budur ki, Azərbaycana, İsraildən adamlar gələndə təkcə bir dənə onun şəklin, bir də ünvanın bizi atın.